Əgər düşünürsünüz ki, bu hər şey yalandır, yox, bu Xankəndidir və onun havasıdır. Gördüyünüz kimi burada inanılmaz möcüzələr baş verir. Məsələn, mən birinci dəfə görürəm ki, yağış yoxdur, amma şimşəklər var. Həm də belə şimşəklər. Bu gün bildiyimiz kimi burada bir də zəlzələ baş vermişdi, amma heç də. Bu bizim adi günümüzdür. Bilirsiniz, deyilənə görə oğlanlar qızlardan az yaşayırlar. Çünki onlar biraz paranormal davranırlar. Məsələn, mən də gedirəm indi, axşam buraya gəlmişəm, şimşəkləri çəkirəm. Bir də yüksək şans var ki, mənə məsələn şimşək vuracaq da. Hələ azdır, amma yenə şans var. Amma yenə də çəkirəm. Mənə birdən şimşək vursa, onda bu videonu tapan lütfen o videoyu atsın.